olduqca stresli bir oyun keçdi. Oyundan qabaq da özümüzü buna hazırlayırdıq, amma nə qədər də hazırlasan da baxırsan ki, prosesin içində olanda həqiqətən də mən deyərdim ki, bu il ən stresli, ən gərgin oyunumuzu keçirdik. 60-65-ci dəqiqəyə qədər meydanda bərabər mübarizə gedirdi. Amma ondan sonra rəqib böyük qüvvə ilə irəli atıldı, artıq risk almağa başladı və o dəqiqələrdə biz də təbii olaraq hesabı nəzərə alıb daha çox geridən, müdafiədən oynamağa başladıq və çox şükürlər olsun ki, o dəqiqələrdə hər hansısa bir qol buraxmadıq. Çünki rəqib böyük qüvvə ilə irəli atılırdı, çox sayılı uzun ötürmələr, dönən toplar. Hamımız bilirik ki, rəqib hava toplarında çox təhlükəlidir, standart vəziyyətlərdə çox təhlükəlidir. Futbolçularımı təbrik edirəm, böyük əzmkarlıq göstərdilər. Güclü rəqibə qarşı layiqli mübarizə aparıb finala çıxdılar. Sual var. Çox sağ ol. Daha çox Turanın o standart vəziyyətləri aldıqlarında çox təhlükəli mövzu görmüşük. Amma ümumiyyətlə bu standart vəziyyətdə konkret olaraq zərərsizləşdirə bildiniz. Bunun bir sirri nə idi, bir açarı nə idi ki, bunları edə bildiniz? Yox, hər hansısa bir sirri yoxdur. Olur da, yəni növbəti tur öz aramızda oynayırıq, bilmək olmaz necə olacaq. Və o yüzden də bugün deyə bilərik ki, bugün uğurlu alındı. Ama deyə bilərik ki, standart vəziyyətlərdən uğurlu alındı. Səhv eləmirəmsə bir qol epizodda vermədiysə. İlk dəqiqələrdə təhlükəli ev tapşırığı var idi. Ondan sonraki standart vəziyyətlərində daha etibarlı oynadıq. Sual var. Kənan. Qələbə nasıl təbii ki, təbii ki, birinci maçdakı o baş finalında, yəni o mübahisəli epizodlar var idi, müzakirə oldu. Bu müzakirələr, bu həmin epizodlar komanda və siz üzərinizdə baskı yaradırdı və bunun bu oyuna təsiri var. Təbii olaraq müəyyən baskı yaradır. Yəni biz də başa düşürük ki, bəzən haqlı olur bu iradlar və yaxud aşırı bir etirazlar. Bəzən də başa düşürük ki, bəlkə də gərgin mübarizə gedir Avrokubok yolunda, titul uğrunda, medallar uğrunda. Bəzən də düşünürəm ki, ola bilsin taktiki bir gedişatlar olur ki, hakimlər və yaxud rəqib komandalar üzərində baskı yaratmaqdan ötürü. Həqiqətən də o var idi ilk oyundan sonra. Epizodlara gəldikdə, sonra daha rahat baxdıqda epizodlara, yəni zaten hakimlər də açıqladılar ki, hakimlərin sədri də açıqladı ki, hər iki epizod penaltidir. Bizə də sonradan rahat baxdıqda penalti kimi gəlir. Amma bir şey vurğulamaq istəyirəm ki, 3-4 tur ondan öncə həmin hakim Yevlaxda eyni penaltini verdikdə açıqlama olmuşdu ki, şərh olmuşdu ki, penalti deyil. İkinci epizoda gəldikdə isə ondan 2 tur öncə və yaxud 1 tur öncə açıqlama olmuşdu ki, Yevlaxdakı yenə epizodda Qarabağ Kəpəz oyununda top, sonra ayaq. Yəni, ümumən biz özümüzlə, mən ümumiyyətlə futbolçularımla qaydalar üzərində və hakimlərlə kommunikasiya üzərində çox işləyirəm. Toplantılarda buna vaxt ayırıram. Və bəzən də şərhlər baxırsan ki, eyni epizoda 2 fərqli şərh olur. O yüzden də bilmirsən hansı açıqlamağı verəsən. Məsəl üçün, əgər bizim penaltidirsə, ona oxşar epizod İmişli Qəbələ oyunundadır. Orada sürtmədir. Biz yəni, və yaxud daha da fərqli bir epizodları bu dəqiqə sadalaya bilərəm. O epizodlar arasında çox böyük fərq yoxdur. Və şərh olduqda da belə məndən soruşsaz, sonra sakit, soyuq başdan baxdıqdan sonra mən də deyirəm ki, penaltidir. Amma bizim çempionatda belə penaltilərdə fərqli yorumlar olub. Və o yüzden də açığı bəzən görürsən ki, bizim də başımız, beynimiz qarışır ki, hansı penaltidir, hansı penalti deyil. Onu da vurğulayım ki, çempionatımızda aşırı şəkildə mübahisəli epizodlar çox olur. Və bilmirəm, digər çempionatlarda da belədir, yoxsa yox, 50-50 epizodlar çox olur. Bəzən də baxırsan ki, hakimləri də qınamaq olmur. Bizim öz oyunumuzda da, məsəl üçün, burada Konateyn epizodu Qarabağdan oynadı. Mənə görə penaltidir, vermədi, versə də penalti istəyir. Mənim oyunumda istəyir başqasının oyunu, fərqi yoxdur. Və yaxud Elvin Cəfərquliyevin epizodu. Biz belə 50-50 epizodlar da çoxdur çempionatımızda. Və o yüzden də rəqibi hər iki komanda final layiqidir. Hər iki komanda, yəni açığı istər birinci oyunda, istər ikinci oyunda bərabər səviyyəli oyun getdi. Biz birinci oyunda
yaxşı fürsətlər yaxaladıq, ondan istifadə elədik. Rəqibin yeganə yaratdığı, belə deyək də, necə yeganə yaratdığı, yəni o penalti epizodları bəli, verilsəydi oyunun gedişatına nəticəyə təsir edə bilərdi, amma oyundan imkan dərəcəsində qol epizodu verməmişdik və özümüz də qollar vurmuşduq və daha yenə də təhlükəli epizodlarımız var idi. Bu gün yenə bir daha rəqibin gücünü gördük ki, yəni həqiqətən layiqli olaraq medallar uğrunda mübarizə aparırlar, Avroliqa uğrunda mübarizə aparırlar və bu gün onlar da finala layiqidir. Sadəcə olaraq düşünürəm biz daha şanslı olduq, biz daha uğurlu olduq. Allahın köməyi ilə biz finala çıxdıq. Rəşad, təbrik edirəm mən də. Final demişkən, indi növbəti sabah rəqibimiz bəlli olacaq. Qarabağla bu mövsüm başa-baş oyunlarımız olub. Amma sabahdan daha çox final təcrübəniz var. Yəni, belə onu götürsək, hansı komanda rəqibimiz kimi daha çox görmək istəyir? Yəni, elə belə deyək, ikilidir ki, istər Sabah, Qarabağ ikilisi, orada kimisə özünü arzulaya bilmirsən. Yəni, imkan olsa ikisi ilə də oynamarıq final. Amma artıq ikisindən biri rəqibimiz olacaq. Həqiqətən birinin titul təcrübəsi böyüdür. Qarabağın finallar təcrübəsi böyüdü, finallardakı qələbə təcrübəsi böyüdü. Sabahın isə bu il çempionluğa çox yaxındılar və keçən də kubok udublar, finalda qələbə qazanıblar. O yüzden də hər iki komanda iddialıdır və iddialı olacaq finala çıxdıqdan sonra. O yüzden də indidən kimisə arzulamaq ürəyimdən keçmir deyim ki, Qarabağla oynayaq yoxsa Sabahla oynayaq. Xeyrisi nəticə olsun inşallah. Son müzakirə olundu. O açıqlama sizin ümumiyyətlə bu cür köynədən, yəni sırf şəxs olaraq sizə təsir edirsə, bu cür olursanız daha çox məyus olarız həmin açıqlamadan sonra. Ümumən məni çox məyus elədi açıqlama. Yəni, məsələ hakimi tənqid eləməkdən deyil, mən də olsaydı mən də tənqid eləyəcəkdim. Yəni, o hakim, mən də epizodlar, mənim penalti epizodlarım verilməsə də, o tənqid eləməyə haqlı görürəm. Yəni kimsə hakim səhvi varsa tənqid edirsə normaldır, amma orada bəzi açıqlamalar var ki, onlar çox məyus edicidir. Orada bilmirəm indi aşırı şəkildə emosional olub, ola bilsin elə açıqlamalar verib və düşünürəm ki, biraz keçdikdən sonra ola bilsin özü də məyus olub açıqlamalara. Rəşad, Suraxandakı Turan Tovuzla elə oyunda başladı. Turan Tovuz azarkeşlərinin sizə qarşı təxribatı oyunun sualı vermişdim, özür dilədik ki, olması mən də bilmirəm. Bugün də davam elədim, Tovuza gedirsiniz. Sizə bu səhiyyə bilərmi, yoxsa Tovuzda ehtimal ki, daha çox sizə qarşı təxribat? Mən doğma evimə gedirəm Tovuza. Mən ilk addımlarımı orada atmışam. Mən köhnə azarkeşlər yaxşı bilir ki, o periodda mən Turan Tovuza transfer olduqda mənə 3 ay icazə vermədilər oynamağa və məni inadla Fuad Musayevova Federasiya prezidenti bildirirdi ki, sən Şafada oynamalısan. Çünki milliyə namizədlər, gənc perspektivli oyuncular hamısı oynayırdı Şafada. Yəni onu Vidadi Əhmədovdan da müsahibə alsaz, Kazbek Tuayevdən də onlar o proseslərdə yaxından iştirak edirdilər. Mən sonuna qədər bildirdim ki, məni oynamağa da buraxmasaz, mən Turan Tovuzda olacağım. Mən gəlmişdim, artıq şəhərdə qalırdım, komandaya uyğunlaşmışdım, şəhəri çox sevmişdim, azarkeşləri çox sevmişdim. Və sonra da 3 ay sonra mənə icazə verdilər oynamağa və çox uğurlu karyeram oradan başladı mənim. Həmişə də onu bildirmişəm, ilk A milli komandaya, o komandadan düşmüşəm. Sonra Neftçiyə transfer oldum və o Neftçiyə transfer dönəmində də rəhbərlikdən də baş məşqçi olsun, prezident olsun, belə deyək, hamı Neftçiyə transfer oldu. Və bu şəkildə birlikdə Turan Tovuza gəldi. O yüzden o komandanın mənə elədiyi yaxşılıqlar, o şəhərin mənə elədiyi yaxşılıqlar heç bir zaman undanmıram. Gəlir sırf bu azarkeşlərin mənlə bağlı səsləndirdiyi şüarlara, keçən oyunda eşitmişdik, bu oyunda da eşitirdim. Mən sonra bir balaca araşdırma apardım və bildim ki, nəyə məyus olublar mənə? Şamaxı Turan oyununda, o 1-1 bitdi oyun, yoxsa 0-0 bitən oyunda 75-ci dəqiqədə penalti epizodu var idi. Və mən oyunu canlı izledim, çünki növbəti turda rəqibimiz Turan idi. O oyunda mən Skybox-dan izləyirdim. Skybox-a gəldikdə həm Turan rəhbərliyinin orada 3-4 dənə iştirakçısı var idi, üzvü var idi. Hamı ilə görüşdüm, özüm yaxınlaşdım, görüşdüm orada. Ehtiram bəylə və digər üzvlərlə.
Və bir də Şamaxın orada rəhbəri vardı, onlarla da görüşdüm. Və Skybox-da cəmi 10-12 nəfər adam olub, ya o komandanın rəhbəri olub, ya digər komandanın, bir də mən olmuşam. 70, mən ora gəlmişim rəqibi analiz eləməyə. Azarkeşlər də, Turan azarkeşlər də sol tərəfdə idilər və aramızda da bir ən azı 70-80 metr məsafə var idi və onlar da Skybox-u görmürdülər və Skybox-da nə danışılırdı onu da eşitmirdilər. 75-ci dəqiqədə olan penalti epizodunda mən sevinmişəm deyilir. 75-ci dəqiqədə olan penaltidə mən demişəm ki, penalti yoxdur. Şamaxın da rəhbərinə dedim ki, var çağıracaq, çünki ondan qabaq mən qayda pozuntusu orada gördüm və bildirdim ki, ətrafımdakı penalti verilməyəcək, vara çağırılacaq və geri alınacaq penalti qərarı. İndi onu Turan o qrup fanat azarkeşləri eşidiblər, bildiyimə görə və onunla bağlı mənə qarşı etirazlar var ki, Rəşad bizim penaltiyə sevinirdi. Birincisi mən sevinməmişəm. İkincisi mənə maraqlıdır ki, onu Turan azarkeşlərinə o formada kim çatdırıb ki, Rəşad bizim uğursuzluğa və yaxud nəyəsə sevinir. Yəni, mənə çox qəribə gəlir. Mən neçə il, 26 il bundan qabaq oynamışam Turan Tovuzda. Belə deyək də, bu bir ilə qədər mən Turana Tovuza getdikdə öz evimə getmişəm. Xeyir işi olsun, şər işi olsun, heç bir şeydən qalmamışam. Dostlarım da çoxsa oradandır və bir çox insanlar da mən Tovuzu kimi tanıyır. Deyirsən Tovuzlusan, belə o qədər ora yaxın olmuşam ki, hər zaman. İndi bu azarkeşləri kim yanlış istiqamətləndiribsə, bilirəm ki, düz eləməyim. Bu düz deyil. Belə olmaz. Ən azından mən sevinsəydim, deyilsəydi ki, sevinib. Yenə də mən deyərdim ki, ola bilsin, mən sevinmişəm, siz də komandanın fanatlarısınız, biz sizin xoşunuza gəlməyib və siz buna görə məyus olmuş, mənə etiraz bildirirsiniz. Amma mümkün deyil ki, ümumiyyətcə mən hansısa komandanın oyunlarına gedəndə, mən çox oyunlara gedirəm. Neftçinin də oyunlarına tez-tez gedirəm. Digər rəqib olan komandaların oyunlarına gedirəm. Hansı ki, stadionda daha maraqlı, daha gərgin, baxımlı futbol gözləyirəmsə, mən oyunları stadiondan izləyirəm. Və heç kim deyə bilməz ki, bugünə qədər Rəşad hər hansısa bir oyunda emosional bir reaksiya verdi. Amma gedirəm futbola baxıb zövq almağa. Həmişə də fikirləşmişəm ki, nəticə xeyrisi Allahdan da. İndi bugün o udarsa, o biz udarıq, digər birisi o başqa komanda udar. Yəni həmişə belə yanaşmışam məsələlərə. Ay mən gedim tribunada kimisə yaxından izləyim, kiməsə tərəfkeş deyim ki, bu udutsun, o udutsun. Məndə heç vaxt elə şey olmur. Və bu qədər. Yəni bugün yenə gördüm müəyyən etirazlar var. Əgər belə məsləhət verirsə problem yoxdur. Mən haqqımı ala bilirəm. Çünki bilirəm ki, orada yanlış anlaşılma var. Ola bilər də bu açıqlamalardan sonra artıq səngər söhbətdir. Bəlkə də onlar da bilmir. Mən bugün bu açıqlamanı ona görə vermirəm ki, məsələ səngisin. Mən ona görə verirəm ki, qoy qəlblərində bilsinlər ki, mən heç bir zaman Turan Tovuz komandasına qarşı hörmətsizlik, diqqətsizlik heç bir zaman belə şey olmur. İstir Turan komandası yüksək liqadadır, istir birinci liqadadır. Həmişə diqqətdə saxlamışıq, maraqlanmışıq. Nə vaxt komanda çıxacaq yüksək liqaya, gedəcək, səfərdə oynayacaq. Mən legionerlərimlə hər dəfə ora səfərə gedəndə deyirəm ki, bura mənim evimdir. Burada yaşamışam, burada məşq eləmişəm, stadion belə olub, indi belə dəyişib, buranın azarkeşləri xüsusidir. Hər zaman belə olub yanaşmam. Amma təbii olaraq məni məyus edir. Digər tərəfdən də daha fərqli rakursdan baxıram ki, ola bilər yanlış anlaşılma var. Qarabağın bugünkü durumu elə bir qurbanımızda etiraf edəcək. Komandada yorğunluq var, futbolçuların bir şey başqa yerdədir. Uzun illər Qarabağın içində olmuşsunuz. Siz necə düşünürsünüz o komandanın problemləri haqqında və istəyərdiniz mi, yəni bugünkü durumda hardasa sıxıntılı vəziyyətdə olan Qarabağ sizin rəqibiniz olsun finalda? Yox, qəti şəkildə o səbəbdən rəqib istəmirəm mən. Yəni, digər tərəfdən də finala kim çıxsın? Finalda yorğun, istəksiz, motivasiyası bir komanda olmayacaq. Kim çıxsın aydın məsələdir, son addımlı titul uğrunda və o yüzden də biz onu düşünmürük və digər tərəfdən də orada digər məqamlar da var ki, Avroliqa ilə bağlı orada kim çıxacaq, kim oynayacaq, kim 4-cü olacaq, kim 5-ci olacaq, kim 2-ci olacaq, kim kubok qazanacaq. Orada digər də məsələlər var və o yüzden də biz hal-hazırda vallahi mən rəqibi seçmirəm. Mən xeyrisi nədirsə olsun. Bircə onu bildirəm ki, sabah çox maraqlı oyun olacaq. Bu illəri çox böyük həvəslə gözləyirəm Sabahla Qarabağ arasındakı oyunları. Həmişə Neftçi ilə Qarabağ arasındakı oyunları gözləmişəm. İstər komandada olduqda, Neftçidə və yaxud Qarabağda və yaxud da ki, məşqçi kimi fəaliyyət göstərdikdə. İndi artıq
Sabah da o oyunlara girib və Azərbaycan səviyyəsində bir derbidir. Sabah Neftçi arasındakı oyunlar, Sabah Qarabağ arasındakı oyunlar. Yəni oyunun səviyyəsi başqa səviyyədə keçir. Görürsən keyfiyyəti başqa səviyyədə olur və baxıb futbola zövq alırsan. Necə ki, yenə son oyunda da elə zövqlü bir oyun keçdi. Ondan qabaq üst-üstəki oyunda və sabahki oyunda səbirsizliklə bir azarkeş kimi səbirsizliklə gözləyirəm. İntizamsızlığa görə elə cəzalandırıcı, Qurban Qurbanova Cəfərquliyeva cəzalandırıb. Yəni sizə bizim futbolçular populyarlıq dövründə bu ulduz xəstəliyi deyildi. Bu hələ də illər keçsə qalıb. Ola bilərmi bəlkə daha yaxşı olar ki, futbolçularımız psixoloqlardan işləsin, yəni bu cür səhvlərə yol verməsin. Nəyə görə biz illər keçsə yenə də eyni o ulduz xəstəliyi məsələsindən əziyyət çəkirik futbolçularımızdan? Açıq çıxış yolu nədə olduğunu bilmirəm. Yəni ümumən bizim yerli futbolçularda vaxtı ikən bəlkə məndə də belə xətalar olub ki, mən biraz fərqli olub, bəlkə daha çox işləyə bilərdim, daha çox çalışa bilərdim, daha dözümlü olmalıydım, xüsusilə legioner həyatlar yaşadıqda. Mənim özüm də xətalarım olub və bugün də kiminsə xətaları haqqında danışmaq düşünürəm, düzgün olmaz. Çox istərdim ki, yerli futbolçularımız daha intizamlı olsunlar, daha istəkli olsunlar. Çünki böyük potensialları var, böyük bacarıqları var. Çempionlar Liqasının oyunun oyuncusu olmaq o cür rəqiblərə qarşı elə belə bir nəticə deyil. Çalışsınlar, yəni bu uğuru da düzgün idarə eləsinlər, düzgün balanslaşdırsınlar həyatlarında. Təbii olaraq məşhurlaşacaqsan, sənə diqqət böyük olacaq, istək, sevgi böyük olacaq, amma bunu mütləq şəkildə balanslaşdırması, yoxsa əks halda belə fəsadlar olacaq. Üzrənin lehinə verilən yanlış qərarlar sanki ictimaiyyətdə bir komandanın adına yaraşmayan bir fikirlər formalaşdırır, ümumi olaraq belə düşünsək. Yəni, bu durum bəs sizi narahat eləmir? Bir səhv eləmirəmsə, əsas etiraz oldu Turan Tovuzla oyunda, kubok oyununda da, yəni bu iki epizodla bağlı. Bir də etiraz oldu Neftçi ilə oyunda. Bəli, bu hər üç epizod mübahisə açıq epizoddur. Açığı mən oyundan sonra bir dəfə baxdım, mən elədim offside deyil. Düşündüm ki, orada Ruana diqqət yedirdim ki, Ruan tez belə çəkilir ki, qapısı topu görə bilsin. Amma sonra təkrar baxdıqda orada top qapıya gedərkən Ruan səbəbilə qapıcı topu itirir və onun reaksiyasına müəyyən səviyyədə təsir edir. Zaten açıqlama oldu ki, offside-dır. Biz də onun offside olduğunu düşünürük. Ümumən belə qərarlar vallahi məni sevindirmir. Biləsiniz və ən çox da bunlardan əziyyət çəkən komanda və məşqçi biz olmuşuq. Təcrübəli mütəxəssislər, mediamız hamısı bilir ki, uzun illər biz hakimiyyətdən çox əziyyət çəkmişik. Mən bu dəqiqə epizodlar paylaşsam, ən azı 40-50 epizod paylaşacağam ki, nəticəyə təsir eləyən və sonda da ilin sonunda bizim Avrokuboksuz qalmamıza səbəb olan epizodlar çoxdur. Sadəcə olaraq biz bu qədər onu elə bir ki, bilsəydik, bəlkə biz də vaxt ikən müəyyən məsələləri şirdərdik ki, indi bir çoxlarında yaddaşında olsun ki, bu komandaya hakim köməyi sözü yaraşmır. Səhv olub. Etiraf edirəm ki, səhv olub, amma o səhvlərlə, bizim xeyrimizə olan səhvlərlə, zərərimizə olan səhvləri saysan arasında böyük uçurum var. Və o yüzden mən istəmirəm ki, mənim oyunumda belə səhvlər olsun və hamı əziyyət çəkir, gecə-gündüz çalışır, işləyir. Mən gözəl bilirəm, bu iş nə qədər ağır bir işdir. Və inandırım sizi, sonra özüm üçün də biləndə offside-dır, yəni anlayanda ki, offside-dır, mən oyun nəticəsinə görə məyus olmuşdum. Və 2 gün, 3 gün məndə elə də bu oyuna qədər belə bir məyusluq var idi içimdə ki, o olsaydı 70-ci dəqiqədə, olsaydı 60-cı dəqiqədə biraz bəlkə daha fərqli olardı, rəqibin də vaxtı olardı ki, təzədən nəyisə dəyişməyə. Amma bilirəm ki, son hücumda, bilirəm ki, onlara nə qədər məyus edicidir bu baş verən.